Salam uşaqlar. Bu günləri Namazovun 3-cü siniflər üçün olan məntiq test kitabından testlərin izahını verəcəm. Başlayaq birinci sualdan. Qanuna uyğunluğu müəyyən edin və ulduz işarəsi əvəzinə uyğun variantı seçin. 19 və 23 ədədinə baxırıq. Əvvəlcə toplayaq bu iki ədədi. Görək 42 alınacaq. 19-un üzərinə 23 gələndə 3 üstə 9, 12, 2 yazırıq bir yadda, 2 üstə 1, 3, o da 1, 4, 42 alınır. İkincidə də alınsa, deməli 3-də deyil olacaq. 23 üzərinə 27-ni gəlirik, cavab. Daha doğrusu 23 üzərinə gəlsin 24, cavab 47-dir, düzdür. Deməli burada da belə olacaq. 18-in üzərinə də 28 gələndə cavab 46 edir. Keçək tapşırıq 2-yə. 47 ilə 19-a baxırıq. 47-dən demək, yəqin ki çıxıb. 47-dən 19-a çıxıram, 17-dən 9 çıxıram 8, 3-dən də 1 çıxıram 2. 38-dən də 14-ü çıxanda 24 alınır, 43-dən 17-ni çıxacam. 43 çıxılsın 17. 13-dən 7-ni çıxıram 6, 3-dən 1-i çıxıram 2, cavab 26. Keçək tapşırıq 3-ə, 78, 27-yə baxırıq. Burada 78-dən 27-ni çıxsa böyük ədəd alınacaq. Rəqəmlərə baxırıq. Deməli, toplayaq birinci ədədləri. 7 üzərinə gəlinsin 8, 15, 15 üstünə gəlinsin 2, 17, 17 üstə 7, 24 edir. Bu alınmadır. Sonra baxaq, 78-dən 27-ni çıxaq əvvəlcə. 78-dən 27-nə çıxanda cavab alınır 51. 51-i isə 3-ə bölüb 17 yazmaq olar. Keçək ikinciyə baxaq. 65-dən 11-i çıxanda cavab alınır 54. 54-ü də 3-ə böləndə cavab 18 alınır. İndi keçək üçüncüyə. 83-dən 23-ü çıxıram, qalır 60, 60-ı da 3-ə bölürəm, cavab 20. Deməli, A variantıdır. Keçək 4-ə. 69 ilə 15-ə baxırıq. Burada nə edə bilərik? 69-dan 15-i çıxaq əvvəlcə, cavab alınır 54. Bu alınmadı. İndi isə ədədlərə baxırıq. 6 üzərinə gəlinsin 9, 15 edir. 15 üstünə gəlinsin 1, 16. 16 üstünə gələk 5, 21. 21-i 2-yə vursaq cavab 42 edir. Rəqəmləri toplayıb 2-yə vurub. Topla, vur 2-yə. 5 üstünə 6 gəlir 11. 11 üstünə gəlsin 1, 12. 12 üstünə gəlsin 6, 18. 18-i vuraq 2-yə, cavab 36 edir. Deməli 3-də də belə olacaq. 9 üstə 5, 14. 14-ün üstünə gəlirik. Bu 10-u gəlirik, eləyir 24. 24-ü də 2-yə vuranda cavab 48 edir. Ancaq variantlarda 48 yoxdur. Deməli bu 43, 48-dir. Səhv yazıblar. Keçək tapşırıq 5-ə. 13 və 27-yə baxırıq. Deməli 13 üzərinə 27 yerdə cavab 40 edir. Deməli belə deyil. Başqa bir formasına baxaq. Məsələn 1 üstə 3-ü toplayırıq. Eləyir 4. 2 üstə də 7, 9. 4, 9-un 36. Hər iki tərəfdəki ədədin rəqəmlərini toplayıb bir-birinə vururuq. 4, bu da 9. Bir-birinə vuranda 36 edir. 2 üstə 4, 6. 1 üstə 6, 7. 6, 7-nin 42. 3 üstə 2, 5. 1 üstə 8, 9. 5, 9-un 45. Keçək tapşırıq 6-ya. 84 və 4-ə baxırıq. 84-ü 4-ə böləndə 21 alınır. 72-ni 3-ə böləndə 24. Deməli 84-ü də 6-ya bölürük. 8-i 6-ya bölürük bir dəfə. 24-ü də 6-ya böləndə 4. Cavab 14. Keçək tapşırıq 7-ya. 93, 16-ya baxırıq. Burada yəqin ki rəqəmlər üzərində hansısa bir əməl aparılıb.
Əvvəlcə toplayaq rəqəmləri. 9 üstə 3, 12, 12 üzərinə gəlinsi 1, 13, 13 üzərinə gəlinsin 6, 19 alındı burada. 7 üstə gəlinsin 8, 15, 15 üstə 6, 21, o da 4, 25. 8 üzərinə 4 gəlsin 12, 12-nin üstünə 7, 19 üstə gəlsin 2, 21. Keçək tapşırıq 8-ə. 392 ilə 12-yə baxırıq. Burada da yine yəqin ki, balaca ədədlər olduğu üçün yəqin ki, rəqəmlər üzərində əməllər aparılıb. 3 üzərinə gəlinsin 9, 12, 12 üzərinə gəlsin 2, 14 edir. 1 üstə gəlinsin də 2, 3 edir. 14-dən 3'ü çıxıb 11 yazıb. 7 üstünə 5 gəlir. 12, 12 üstə 4, 16, 2 üstə 5, 7. 16-dan 7'ni çıxıb 9 yazıb. 8 önünə 4 gəlir. 12, 12 üstə 7, 19, 7 üstə 2, 9. 19'dan da 9'u çıxıb cavab C variantı. 10.